Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'd. Amma ba'd. Davam edirik 4 qayda adlı risalənin şərhi ilə Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullahın və gəldik sonuncu 4-cü qaydaya. 6-cı dərs 4-cü qayda. El-qaidatur rabi'a 4-cü qayda. أن مشركي زماننا أغلظ شركا من الأولين لأن الأولين يشركون في الرخاء ويخلصون في الشدة ومشركو زماننا شركهم دائم في الرخاء والشدة. Deyir ki, zamanımızın müşrikləri şirkində əvvəlki müşrikləri keçiblər. Onlardan daha şiddətlidir bunların şirki. Çünki əvvəlkilər rahatlıqda Allaha şərik qoşurdular. Şiddət düşəndə isə ixlaslı qaydırdılar Allaha. Zamanımızın müşrikləri isə daimə şirk içindədirlər. Rahatçılıqda da, şiddətdə də və bunun dəlili Allah Taala'nın bu ayəsidir. وَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ. Allah Taala Ankabut surəsi 65-ci ayədə buyurur ki, onlar gəmidə getdiyi zaman Də'avullah muxlisin ləhuddin. Yəni çox çətinlikdə də, yəni dalğalı vaxtı, çətinlikdə, şiddətdə ixlasla Allahı çağırarlar. Fələmmə nəccəhum iləl bərri. Elə ki Allah onları quruya xilas edib çıxarır. İzəhum yüşrikun. O zaman qayıdırlar öz şirklərinə, Allaha şərik qoşurlar. Şərh. Həzihil qaidə nəticətun limə səbəq. Bu qayda bundan qabaqki qaydaların sonuncu nəticəsidir. Yəni mərtəbə aləmə səbəq, yəni sonuncu mərhələsidir. Bundan qabaqki 3 qaydanın. İzə təqarrara ennəl müşrikinə fi həzə zəmən min cinsil müşrikin fi kulli zəmən. Bu bilinəndən sonra ki, günümüzün, zamanımızın müşrikləri eyni hər zamanın olduğu kimi müşriklərinin cinsindəndir. Onlardan fərqlənmir. Cahiliyyə dövrünün müşrikləri cinsindəndir. Heç nə ilə fərqlənmirlər. Baxmayaraq özlərini İslama nisbət etsələr belə, bu millətə özlərini nisbət etsələr belə, وَاِنْ كَانُوا يَنْتَسِبُونَ إِلَى الْمِلَّةِ وَالْإِسْلَامِ وَلَهُمْ صَلَوَاتِ وَلَهُمْ تَعَبُّدَاتِ. İstərdir onların namazı olsun belə, istər onların digər ibadətləri olsun belə. إِذَا كَانُوا مِنْ جِنْسِهِمْ وَالشِّرْكَ الَّذِي فَعَلُوهُ وَالَّذِي فَعَلَهُ الْأَوَّلُونَ. Eyni onların cinsindən sayılırlar. Çünki etdikləri o şirk hələ əvvəlkilərin etdiyi şirk kimidir, eynidir. فَرُبَّمَا زَادَتَ الْحَالَ və hətta bəzən hal biraz da şiddət alır. وَهُوَ الَّذِي بَيَّنَهُ الشَّيْخِ فِي هَذِهِ الْقَيْدَةِ. Məhz bunu Şeyhülislam Muhammed ibn Abdülvahhab bu qaydada bizə bəyan edir. Ki, yəni bunların şirki, şiddəti biraz da artıqdır. Bəyənnə müşriki həzə zəmən əğləz şirkən min müşriki əhl-i cahiliyyə. Cahiliyyə əhlinin müşriklərindən zamanımızın müşrikləri daha şirki şiddətlidir, daha qəlizdir. Niyə? لأن الله عز وجل وصف أهل الجاهلية بأنهم يشركون في الرخاء. Çünki Allah Taala deyir, cahiliyyə əhlinin müşriklərini vəsf edib ki, onlar rahatlıqda Allaha şərik qoşarlar, şiddətdə isə Allahı təkləşdirirlər. Necə ki Allah Taala bu haqda buyurur: وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ. Sizdə olan nə neymət varsa hamısı Allahdandır. Sonra sizə bir zərər toxunduqda siz ona dönüb yalvarırsınız. Yəni bundan qabaq rahatlıqda şirk edib ona dönüb çətinlikdə, zərərdə nə edirsiniz? Yalvarırsınız. Yalnız ona, yəni. İleyhi yəni dunu məsəvə. Yəni yalnız ona. Nəhl surəsi 53-cü ayə. Həmçinin Allah Taala buyurur: "Və ileyhi tec'erun", yəni ona yalvarırsınız. "Summa izə kəşfə durra ankum", sonra o zərəri sizdən qaldırdığı zaman "İzə fəriqun minkum bi rabbikum İzə fəriqun minkum bi rabbihim yüşrikun", sizlərdən bir qismi Rəbbinə şərik qoşur. "Liyəkfuru bimə ətəynəhum", ki onlara verdiklərimizi nankorcasına
dansın deyə. Qalə əzzə və cəl fi bəyan halihim fil bəhr. Və həmçinin Allah Taala onların dənizdəki halını bildirərək buyurur: Huvellezî yuseyyirukum fil berri vel bahri. O sizi yerdə və dənizdə, yəni halınızı haldan hala çevirir. Hatta izə kuntum fil fulki və cəreyna bihim bi rihin tayyibatin feferihu biha ja'atha rihun asifun və ja'ahumul mawcu min kulli makanin və zannu annahum uhita bihim. Da'avullaha mukhlisina lehu'd-din le'n enceytena min hazihi lenekunenne mineşşakirin. Və Allah Taala buyurur ki, Hətta izə kuntum fil fulk. Siz yəni dənizdə, gəmidə getdiyiniz zaman və cəreynə bihim bi rihin tayyib. Sizə tayyibətin, gözəl bir küləklə, yəni sizin istiqamətinizi yönəldirik. Yəni gəmi fərihu bihə cəət, yəni bununla fərəhlənirlər, sevinirlər ki, yəni külək var, istiqamət yönəlirlər dənizdə getdiyi halda gəmidə. Birdən yəni tufan qopur və cəəhumul mawcu min kulli məkan və dalğalar onları hər tərəfdən əhatəyə alır və zənn edirlər ki, mühasirədədirlər, dalğaların içindədirlər. O zaman nə edirlər? İxlasla Allaha dua edirlər. Dini ixlasla Allaha yönəldərək dua edirlər. Əgər bizi bundan xilas etsən, biz sənə şükür edənlərdən olacağıq. Fələmmə əncəhum izəhum yəbğuna fil ardı bi qayril haqq. Elə ki, onları xilas etdi, haqsız yerə yer üzündə həddlərini aşırlar. Yəni, Allaha şərik qoşurlar. Yunus surəsi 22-23-cü ayədə. Həmçinin Allah Taala buyurur: "Və izə rakibu fil fulki da'ullahal mukhlisin lehu'd-din, felemma necahum ilal berri izahum yushrikun." Elə ki, onlar deyir, dənizdə, gəmidə getdiyi zaman ixlasla dini Allaha yönəldərək dua edərlər. Nə vaxt ki, onları xilas edib quruya çıxardır, İzəhum yüşrikun. O zaman onlar öz şirklərinə qayıdıb Allaha şərik qoşurlar. Başqa ayədə Allah Taala buyurur: "Və izə ğəşiyəhum mawcun kəzzulalin da'ullaha mukhlisin lehu'd-din." Onları deyir hər tərəfdəndir. Dalğalar, dağlar boyda dalğalar deyir bürüyəndə da'ullaha mukhlisin lehu'd-din. Dinlərini Allaha ixlasla yönəldərək onu çağırırlar. Fələmmə nəcəhum ilal berri feminhum muqtasid. وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ. Nə vaxt ki, onları quruya çıxardır, xilas edir, işlərindən eləsi var ki, küfürlə imanı bir araya gətirmək istəyir, bir etmək istəyir, muqtasiddir. Və Allah Taala deyir ki, وَمَا يَجْحَدُ بِآيَاتِنَا, bizim ayətlərimizi yalnız kimlər inkar edər, kimlər danar? Hər o xain və kafir olan, nankör olan. Yəni bu nankörlük xainlikdir. Allaha söz verir, sonra da xainlik edir, nankörlük edir. İzə təəmməltə həulə və uləik vəcəttəhum yüşrikunu fi həli rəxa. Və baxsan deyir, bunların halına deyir, görərsən ki, bunlar yəni rahatçılıqda yəni Allaha şərik qoşurlar. Və immezə məssəthumul bəsə və darra fə innəhum yuxlisun və yuvəhhidun. Elə ki, çətinlik düşdü, zərər gəldi, ixlaslı olurlar, tohidə yönəlirlər, Allahı ixlasla çağırırlar. Amma günümüzün, zamanımızın müşrikləri isə فَاِنَّهُمْ اِذَا مَسَّهُمْ اَدْدُرْ, onlara ki zərər toxunduqda yenə də öz bütlərinə, öz müqəddəslərinə, Hüseynə, Bədəviyə və qeyrilərinə yönəldərək ibadətləri يَتَوَجَّهُونَ اِلَيْهِمْ اِذَا مَسَّتْهُمُ الدُّرُّ فَزِعُوهُ iləl-əşşər və iləl-əhşər. Elə ki, onlara zərər toxunduqda biraz da sığınırlar, biraz da qorxaraq onlardan sığınırlar bu daşlara, ağaclara, pirlərə. Və həzələ şəkkə ənəhu əzəm min şirklə əvvəlin. Və bu şək yoxdur ki, əvvəlkilərin şirkindən daha dir böyükdür. Lənnəhum yüşrikuna fil hələyn. Çünki bunlar hər iki halda dir Allaha şərik qoşur. Əvvəlki müşriklər isə onların yəni şirki bir halda olur, ikinci halda isə Allahı xatırlayırlar. Halbuki yəni bu məsələ olduqca aydın olan bir məsələdir. وَلَكِنْ مَنْ يَفْقَهُ هَذَا. Lakin bunu düşünən kimdir? Bunu fəhm edən kimdir?
Bir çoxundan bu gizli qalır. Yəqin olaraq, məsələ o dərəcədə yəqin olaraq, heç bir qarşılıqlıq olmayan bir məsələ olaraq görürsən ki, yenə də insanlar nə deyir? Deyirlər ki, bəs bunların namazı var, bunların zəkatı var. Həulə yusallun və yuzakkun və yusumun. Bunlar deyir, namaz qılırlar, zəkat verirlər, oruç tuturlar. Fə keyfə yəkunun əğləz şirkən minəl əvvəlin. Bunların şirki əvvəlkilərdən necə qəliz ola bilər? Daha şiddətli ola bilər. Deyirik onlara ki, məqulu əl-umdatu alə asliddin. Məsələnin özəyi, kökü dinin əslinə görədir. Dinin əslinə görədir, aslüddinə görədir. Liənnə həzgil ibadət bilə tevhid la tənfəu. Çünki bu ibadətlər, sadalanan bu ibadətlər tevhidsizdir, faydasızdır. Necə ki, bunu söhbətin əvvəlində zikr etmişdik. Kəmə la tənfəu salə bilə tahara. Necə ki, deyilmişdi ki, təharətsiz namaz fayda vermir. Fizə kənə hunəkə ibadət azimə mə'şirk. Və əgər burada deyir, yəni böyük, əzəmətli ibadətlər olsa belə, lakin yanında şirk olarsa, finnəhə lə tənfə və lə tuqbəl. O deyir, fayda verməz və qəbul olunmaz. Fə keyfə izə kənə yüşriku fi həli rəxa və fi həli şiddə. Əgər yəni bu qədər ibadət edirsən, bir dənə Allaha şərik qoşdun, ona nə fayda var o ibadətdən, nə də ki, bir qəbul var. Qaldı ki, sən rahatlıqda da və çətinlikdə də hər halda yəni Allaha şərik qoşasan. وَقَدْ ذَكَرَ بَعْضُ الْعُلَمَاء أَنَّهُ لَقِيَ رَجُلًا مِنْ أَهْلِ الطَّائِفِ. Bəzi alimlər zikr etmişdi ki, Taif əhlindən kimlənsə rastlaşırlar. Bu, yəni, mübarək dəvət yayılmamışdan qabaq, yəni Nəcd dəvəti, yəni Taifdə, o yerlərdə, yəni insanlara hələ tam bu dəvət, bu tevhid çatmamış zamanı. فَقَالَ لَهُ هَؤُلَاء أَهْلِ الطَّائِفِ İzə cəəthum şiddə fəziyu ilə İbn Abbas. Onlar deyirlər ki, deyirdilər o vaxtı. Çətinlik üz verdikdə deyir, bunlar sığınırlar İbn Abbasa. Və lə yərifun Allah. Allahı heç tanımırdılar. Fəqal əxər başqa birisi deyir ki, mərifəti İbn Abbas təkfi. İbn Abbası tanınırsan, bəs edir bu. Və həzi nəv min ənva şirkiyyət əlləti təqalqələt fi ən-nufus. Və bu növ şirkiyyət növü, yəni qəlblərdə o qədər yəni yer tutub ki, nəsu mə'əhə Allah əzz və cəl firrəxə. Onunla yanaşı deyir, Allahı belə unudublar rahatlıqda, həmçinin şiddətdə, yalnız çox nadir halda zikr olunur Allah. Və həzə kəsiril yom və günümüzdə də bu çoxdur. Necə ki, deyir, görürsən, və nəsfi əcəfi həzəl əmr, yəni çox təəccüblidir insanların bu halı. Vallahu əzz və cəl ənəmə aleynə fi həzəl biləd. Lakin Allah bizə, yəni bu ölkə ilə neymətləndirib bizi bu ölkə ilə ki, biz görmürük, eşitmirik. Yəni bu şirki məsələləri, yəni Saudiyanı qəsd edir şeyx. Bu böyük küfrü, böyük şirki, yəni nisbətdə, yəni o ölkələrdə azdır. Yəni Saudiya diyarında azdır. Və mən zəhəb iləl biləd ləti təksur fihi şirkiyyət. Lakin o insanlar ki, gedirlər şirk çox olan ölkələrə, bəzi yəni Misir tərəfləri, bəzidir Sudan tərəfləri, Afrikada çoxdur, Pakistanda, Hindistanda, İraqda, Suriyada və digər ölkələrdə çox təəccüblü bir halla rastlaşır. وَالنَّسْ يَتَوَجَّهُونَ إِلَى هَذِهِ الْأَضْرِحَةِ Və insanlar necə yəni yönəlirlər bu pirlərə, bu məşhədlərə, yəni ölülərin, övliyaların dəfn olunmuş yerlərinə, hətta övliya olmayan yerlərə belə. Və etiqad edirlər müxtəlif etiqadlarla və onlar üçün ilahiyyət, uluhiyyətdən bir pay ayırırlar Allahla yanaşı. Halbuki deyir, Allahın haqqıdır, ən böyük haqq, yəni ixlas, dini ixlasla Allaha yönəltmək Allahın haqqıdır. Və azmə yəstəhiqquhu azza və cəl ən yubədul qalb ləhu və Allah Taala ən böyük, yəni layiq görüldüyü şey nədir? Haqqı çatdığı şey nədir? Qəlbin ona ibadət etməsidir. Və la takunu thumma ibadətun illa ləhu ki, orada yəni Allahdan başqa heç kəs olmasın qəlbdə. Yalnız Allah ibadət olunsun, subhanahu və teala. Necə ki Allah Taala buyurur: "Fəmən kən yercu liqa rabbih" kim Rəbbi ilə qarşılaşmağı ümid edirsə, arzulayırsa, "Fəliyə'məl əmələn salihə" eləsə deyir, salih bir əməl işləsin. "Və la yüşrik bi ibadəti rabbih əhədə" və Rəbbinə ibadət etməsində deyir, heç kəsi şərik qoşmasın. Və necə ki, həmçinin qudsi hədisdə keçir ki, "Ənə əğnə şuraka an-şirk"
Mən amilə əmələn əşrəkə fihi mə'i qeyri təraktuhu və şirkəhu. Mən deyir, yəni o şəriklərdən daha ehtiyacsızam. Yəni mənə şərik qoşulsun və kim əməl edərsə və mənə orada şərik qoşarsa tərk edərəm onu da, şirkini də. Və izə kənə həzə fir-riya, əgər bu hədis yəni riyaya aiddir hələ, əgər bu hədis riyadadırsa ki, bir kəs Allahdan qeyrisini qəsd edir, yəni nümayiş etdirərək, göstərərək. Bax, gör, bəs bütövlüklə ibadəti Allahdan qeyrisinə yönəldən necə? Necə ki, Allahdan qeyrisini çağıran, dua edən, yalvaran, nəzir deyən, qurban kəsən, sığınan, hansı ki, Allahdan başqa heç kəs qadir deyil bu şeylərə. O yəstəğisu bi qeyrillahi fimə lə yəqdiru aleyhi illallah, və yaxud yalvarır o şeylərdə ki, Allahdan başqa heç kəs qadir deyil onu yerinə yetirsin. O yətəvəccəhu iləl məvtə və yətəqidu fihim, və yaxud öllərə yönəlib onlara bir etiqadla yanaşır və adını sir qoyur. Yəni sir. Filan kesin, filan ruhun, filan seyyidin ruhunun sirri. Və ləhəz yecəlun məkən ruh kəlimətə sir. Ona görə yəni ruh sözünün yerinə sir sözünü işlədirlər. Məsələn, deyir ki, həzə ləhu sir. Bunun sirri var. Yəni, ruhu yox, sir. Qəddasallah sirrahu. Allah onun ruhunu müqəddəs etsin, pak etsin, yox, sirrini pak etsin. Lənnəhum yecəlunəl ərvah uləkə əsraran. Çünki bu ruhları özlərində sir kimi bilirlər. Və ruhuhu leysə fihi sir. İllə sir sunihi və xalqəhə min Allah. Yəni bununsa, yəni ruhunsa əslində heç bir sirri yoxdur. Yalnız sir odur ki, Allah Taala yəni onun hansı formada yaradıb. Yəni ruh barəsində yəni məlumat az olduğu üçün. Əmmə ənəhə təğis min qaldı ki, yəni o yalvaranın yalvardığını, yəni köməyinə çatır, onun tələbini yerinə yetirir. Fəhəzə kulluhu leysə illə lillahi. Bütün bu şeylər yalnız Allaha məxsus olan bir şeylərdir. Necə ki, Allah Taala buyurur: İstəbərrə əlləzinə tubiu minəlləzinə təbəu və rəəvul əzəbə və təqattəət bihimul əsbəb. O zaman ki, onlar deyir, təbərrə əlləzinə tubiu, yəni tabi olunanlar kimlərə ki, şərik qoşulurdu, kimlərin ki, sözləri eşidilirdi, onlar qırılanda tabiçilikdə olanlardan, yəni qiyamət günündən söhbət gedir. Yəni tabi olunanlar, tabi olanlardan qırılanda, yəni əzab görəndə qiyamət günü, وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابِ. Həmin o səbəblər aralarında olan o sir dedikləri, o şirk dedikləri hamısı kəsiləcək, qırılacaq. وَقَالَ اللّٰهِ عَزَّ وَجَلْ مُخْبِرًا عَنْ حَالِ الْمُشْرِكِينَ فِي النَّارِ. Və Allah Taala deyir, müşriklərin halı barəsində, yəni odda olanda xəbər verir. Allah Taala buyurur ki, həmin qiyamət günü tabi olunanlarla tabi olanlar bir-birindən qırılanda, o səbəblər, o bağlar aralarından qalxandan sonra nə deyəcəklər? O şirklər, yəni göz açılandan sonra ki, yəni şərik qoşurdu. Deyəcəklər ki, Tallahi innə kunnə ləfi dalənin mubin iz nusəvvikum bi rabbil aləmin. And olsun Allaha ki, biz açıq aydın zəlalətdə idik ki, sizi aləmlərin Rəbbinə tay qoşurduq, bərabər tuturduq. Qaləl uləmə ləm yusəvvihim bi rabbil aləmin fi ennəhum yəxluqun və yərzuqun və yuhyun və yumitun. Alimlər deyirlər ki, bərabər tutmaq, Allaha bərabər, aləmlərin Rəbbinə bərabər tutmaq, burada deyil, yaratmaqda deyil, ruzlandırmada deyil, öldürməkdə deyil, diriltməkdə deyil. Bəlli şeydir ki, yəni bu hamısının etiqadında nədir? Bunu ancaq Allah eləyir. وَاِنَّمَا سَوُّهُمْ بِرَبِّ الْعَالَمِينَ فِي الْعِبَادَةِ. Yalnız deyir, onların deyir, aləmlərin Rəbbinə bərabər tutması ibadətdə olub. Yəni rububiyyətdə olmayıb, yaratmaqda, ruzu verməkdə, öldürməkdə, diriltməkdə olmayıb. Bəyən təvəccəhu ləhum bi ba'dil ibadət ki, bəzi ibadətlərlə onlara yönəlmişdilər. Fəsaru musavvinə li hazil alihəl batilə billahi azza və cəl. Və bu səbəbdən də deyir, bu batil ilahları deyir, Allah Taalaya bərabər tutmuşdular haqqı çatıb, ibadət haqqında.
Yəni ibadət haqqında bərabər tutmuşlar. Lənhum əbədullah və əbədu qeyrahu. Çünki həm Allaha ibadət edirdilər, həm onlara ibadət edirdilər. Yəni bərabər tutmaq burada bu mənadadır. Fəsəvvul xalqə bil xaliq və deyir məxluqu deyir xaliqə deyir bu mənada bərabər tutdular. Necə də bu deyir, yəni böyük bir cinayətdir, necə də bu deyir pis bir həddi aşmaqdır. Allahın haqqına qarşı İzhaqquhu və iclaluhu və təzimuhu. Çünki Allahın haqqıdır onu təzim etməkdir, onun tevhidini saxlamaq, ixlasla ona ibadət etmək və etiraf lehu bi kulli kemal, bütün kamillikləri hamısını ona etiraf etməkdir. Və leysə səmmə indifa şər, çünki burada yəni xeyir yalnız Allahdandır. Yəni yalnız Allah Taala tərəfindən xeyir ola bilər və şərri də yalnız Allah Taala dəf edə bilər insandan. Fənəhnu innəmə nətəqallabu bi fadlillahi və ni'mətihi. Və biz də deyir yalnız Allahın deyir fəziləti ilə, lütfü ilə, neməti ilə deyir dolanırıq. Çünki deyir və həzəl əmr innəmə yaudu ilə asl tilkə dəvət sələsi. Çünki bu bütün məsələ əvvəldə risalənin əvvəlində zikr olunmuş 3 duanın ətrafında fırlanır. Hansı dua idi? Müəllif əvvəlində deyir. Və biz də deyir, yəni Allaha dua edirik, Allahdan diləyirik. Nəsəlullah əzz və cəl ən yec'alana mimmen izə u'tiya şəkar. Və biz Allahdan diləyimiz odur ki, bizə verildiyi zaman, nemət verildiyi zaman şükür edək. Və izə butuliyə sabər və bəlaya düçar olunanda səbr edək. Və izə əznəbə istəğfər. Və günah edəndə də bağışlanma diləyək. Və sallallahu və səlləm və bərik alə nəbiyyə Muhammed və alə alihi və səhbihi və səlləm.